محمد وآله الطاهرين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي برحمتك ya erhamer rahimin. Burada cəm olmuş bütün möminləri və möminatı salamlayıram. Allah Teala hər birinizi öz hifz amanında saxlasın və kullu ma qaddara minel xeyri yu'tikum inşallah. Keçmiş dərsimizdə biz işarə eləyərək keçdik bir neçə məsələyə. Bir neçə mömin qardaş zəng vurdu, xahiş elədi ki, o namaz əsnasında bir nəfər asqırarsa o məsələyə biraz aydınlıq gətirmək, onun zikri nədir, filan nədir? Bizim mötəbər fiqh kitablarımızdan biri olan Urvetül Vusqa, Kazım Yezdinin Urvetül Vusqa kitabı. Demək olar ki, bu Urvetül Vusqa kitabı elə bir kitabdır ki, o müctehid ki, ictihada yetişdi, o fəqih ki, fəqih oldu, bu kitaba haşiyə və yaxud şərh yazmasa, o, necə deyərlər, ələm müctehidlərdən hesab olunmur. Yəni, hər bir fəqih bu kitabla danışmalıdır. Əgər bu kitaba haşiyəsi yoxdursa, bu kitaba şərhi yoxdursa, onun ictihadında işqal var. Deməli, həmən o kitabda Mubtilat-ı Salat, namazı batil eləyən mövzular bölməsində 39-cu məsələ. Seyyid buyurur ki, yestəhibbu lil-atis və limən səmi'ə atsatal qeyr. Atsa, yəni asqırmaq. Müstəhəbdir, yəni İslam dinində hədislərdə oxuduq. Hədislərdə haqq kimi gəlib. Müsəlmanın müsəlman üzərində olan haqqından hesab olunurdu. Amma fətvada, fiqdə o cürünə deyilmir. Bölgülər aparılır, fəqihin ictihadı yetişir ki, həmən bu məsələ haqq da olsa müstəhəb haqlardandır. Yəni, şəxs onu yerinə yetirməsə, qiyamət günü bir-birimizdən haqq tələb eləməyə ixtiyarımız olmayacaq. Niyə? Çünki müstəhəb haqlardandır. Vacib haqlarsa, onlar öz yerində. Müstəhəbdir asqıran şəxsə və yaxud onu eşidən şəxsə və in kana fis-sala, namazda olsa belə ən yəqulə elhamdülillah. Məsələn, vələd-dallin, eşitdim ki, bir nəfər asqırdı. Deyirəm nə? Elhamdülillah. O özü də deyə bilər nə? Elhamdülillah. Həm eşidən, həm də bu təbii hala düşən insan. Və yaxud da bu zikri desin. Elhamdülillah və sallallahu ala Muhammed və alihi. Və həmən bu əmələ deyərlər təsmit və yaxud təşmit fiqdə, fiqh dilində bir nəfər belə bir təbii hala düşsə, elhamdülillah və yaxud elhamdülillah və sallallahu ala Muhammed və alihi. Digər cüziyyat da var, onunla vaxtı almayayım, çünki vaxtımız heç yoxdur. Salavat zikr eləyək Muhammed və alihi. Allah peyğəmbərləri və Allah övliyaları, Allah Teala bunları müvəkkəl edir ki, bu insanlar göndərildiyi cəmi zülmətdən nura aparsın. Zəlalətdən hidayətə aparsın. Onlar bu vəzifəni yerinə yetirəndə insandılar, müharibədə iştirak edib bədəni yaralana bilər,
yerə yıxılıb ayağı, qolu sına bilər. İnsandır. Yəni insan nəyə məruz qalırsa, istisna olunan hallardan başqa, Peyğəmbər imam da həmən bu vəziyyətlərə düçar ola bilər. Bugünkü mövzumuz ümumən deyək ki, mənim səy göstərdiyim məsələlərdən də biri odur ki, İmam Hüseyn əleyhissalamın qiyamında bəzi əsli kökü olmayan məsələləri möminlərin nəzərinə çatdırmaq, həm də bəzi ruhanilərin nəzərinə çatdırmaq ki, bu ünvanı imamın adından nəql eləyəndə ehtiyatlı olsun. Əvvəlcə xəbərdarlığını eləsin, desin ki, imamın dilindən belə bir məsələnin sübutu, dəlili yoxdur, amma məhşurdur, cəmaət deyir, biz də deyirik. İndi siz də deyirsiniz deyə o günahdır, savabdır, onun özünün xüsusi məsələsi. Məsələn, eşidərsiniz minbərlərdən bəzi elm əhli araşdırma aparmadan belə bir söz deyər. İmam Hüseyn əleyhissalam Kərbəla meydanında bütün yar-yavərin əshabını itirdikdən sonra belə bir söz dedi. Əgər cəddimin dini düzəlməyəcəksə, cəddimin dini qalmayacaqsa, məgər ki, mənim qətlimlə, yəni mən ölsəm, cəddimin dini salamat qalacaq. Ey qılınclar məni neyniyin? Neyniyin? Doğruyun və yaxud əhatiyyə alın. Ərəbcəsi belədir. İn ləm yəstəqim dinu cəddi fəya suyuf xuzini. Fəya suyuf, suyuf yəni qılınclar. Xuzini, xuzini götürün məni, əhatiyyə alın məni, tikə-tikə doğruyun məni. Vallahi, billahi İmam Hüseyin əleyhissalam belə söz deməyib. Ay maşallah. Zübə'ra adında ərəb şairinin bir sözüdür. Biz araşdırma aparmadan tələbələr bir nəfər bir yerdə dedi və yaxud bir nəfər bir yerdə yazdı, eşitdim ki, inşallah yalan danışmaz. Yəni buna söykənib mən imamın adından söz nəql eləyirəm, həqiqətdə o imamın deyil, bir şairin sözüdür, fiqhi dildə desək, lisanul hal. O lisanul hal fiqhi çərçivədə işğalı yoxdur. Amma qaldı ki, onu hədis kimi nəql eləyəsən, o da nədir? Cürət istəyir və qiyamət günü sorğu-sualı bunun var. İmam deməyə deyəsən ki, qaləl Hüseyn, Hüseyn ibn Əli dedi. Və həmən o məsələlərdən də biri bu günləri araşdıracaq geniş şəkildə bir Quran müqəddiməsinə ehtiyacımız var. Yəni Quran-ı Kərimdən bir müqəddimə götürəcəyik. Sonra həmən o məsələnin hansı məsələ olduğunu ola bilsin bəziləriniz bilirsiniz, bəziləriniz ola bilsin bilmirsiniz ki, hansı məsələdir ki, imama nisbət verilir, amma imamın o işdən xəbəri yoxdur. Quran müqəddiməmiz ünvanı belə olacaq. Peyğəmbərlər, imamlar, Allah övliyaları göndərildikləri cəmi hidayət eləyəndə cəm hidayəti qəbul eləmir, zahirdə bir növ uğursuzluq yaşayır. Həmən bu uğursuzluq yaşayanda insandır, ağlaya da bilər, təəssüf hissi də keçirə bilər, sonra qəm-qüssəyə qərq ola bilər. Bunlar hamısı Peyğəmbərlərin haqqında nədir?
Mümkündür. Özü için yox. Hidayəti üçün çalışdığı tərəfin inatkarlığı və haqqı qəbul etməməsinə görə və o tərəf dərk eləmir sonda nə olacaq. Amma Peyğəmbər imam qabaqcadan sonu bildiyinə görə, mükafatın və yaxud cəzanın nə olduğunu bildiyinə görə həmən o şəxsin yerinə oturub, ağlayıb, kədərlənib, qəm-qüssiyə və yaxud təəssüf hissi yaşaya bilər. İndi bu iddia, Qur'an bu iddianı təsdiqləyirmi? Yəni, hər hansı bir Peyğəmbər öz qövmü ki, onun üçün çalışdı, hidayət eləsin, onlar Peyğəmbərdən bir kəlmə belə qəbul eləmədilər. Məsələn, Nuh əleyhissalamın qövmü. Peyğəmbər onlara o qədər təbliğ etdi ki, Qur'an ayəsi belədir. Cə'alu əsabi'ahum fi ədənihim. Əsabi' isba' kəlməsinin cəmidir, yəni barmaq. Azan uzun kəlməsinin cəmidir, yəni qulaq. Barmaqların qulaqlarına tıxıyardılar ki, Peyğəmbər sözü eşitməyir. Niyə? Çünki birdən eşidərəm, məni fikirləşməyə vadar eləyər. Birdən düşünərəm, hidayət olaram. Yox, gəl hələ bu başdan neyniyək? Qulaqlarımızı, barmaqlarımızla tutaq. Bu bir hal. İkinci hal, paltarlarını başlarına çəkərmişlər. Niyə? Görməyək. Yəni, görmürəm, eşitmirəm. Uzaq ol, getdi. Yəni, hidayət mənbəsi ya gözdən olacaq, Peyğəmbərin əməlini görəcək, vücudunu görəcək. Deyir ki, bunlar hidayət olası insanlar deyil. Peyğəmbər imamın vəzifəsi nədir? İndi Quran müqəddiməsindən bizə bəlli olacaq ki, iki hal yaşanır. Qur'an-ı Kərimə əsasən. Birinci hal odur ki, təəssüf yaşamaq. İkinci hal odur ki, lənətlənir. Yəni, Peyğəmbər öz qövmünü neyniyir? Lənət. Qurandır, dəlil sübutu təqdim edəcək. Təzədən bir daha fikrimizi cəm eləyək. Peyğəmbər və imam öz qövmü ilə uzun müddət öz vəzifəsini yerinə yetirdikdən sonra 950 il öz vəzifəsini kamil şəkildə yerinə yetirdi. İki hal yaşayır. Bəzi məqamlarda təəssüf, qəm, kədər, qüssə, qorxu onlara görə, bəzi məqamlarda da həmən o qövmü neynir? Lənət edir. İndi üç Peyğəmbərdən misal getirəcəm. Bir, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem. Aleyhisselam ve üçüncü Musa aleyhisselam aleyhima ve ala nebiyyina Allah'a tebiyyeti ve selam. Ve bu üç Peygamberin halından bize o dediğim inşallah ki aydın olacak. Birinci Peygamberimizin Kur'an-ı Kerim'de iki ayədə və bir neçə ayələr var. Sadəcə olaraq bunların məzmunu bir-birinə yaxın olduğuna görə bunu seçmişəm. Deməli, Şüara surəsi 3-cü ayə, bir də Kəhf surəsi 6-cı ayə.
Ayələrin məzmunu bildir, indi nədən danışıldığına nəzər salır. Rəbbimiz buyurur, Bismillahirrahmanirrahim, Ləalləkə baxi'un nəfsəkə əllə yəkunu müminin. Bu bir ayə. Əl-Kəhf surəsində də 6-cı ayədə belə gəlir. Fələalləkə baxi'un nəfsəkə alə atərihim illəm yu'minu bihədəl hədisi əsəfə. Deməli, ikisində də, hər iki ayədə əllə yəkunu müminin, Kəhf surəsində də illəm yu'minu bihədəl hədisi əsəfə. Əvvəlcə bu ayəni izah etməzdən qabaq, bizim demək olar ki, tələbələrin ən çox istifadə elədiyimiz lüğətnamələrdən biri Muxtar-ı Sihah. Həmən bu kitab yığcam da olsa çox faydalı bir kitabdır və təfsir əhlinə çox vacib kitablardan biridir ki, məsələn, hər iki ayədə mən o fikir ki, sizə çatdırmaq istəyirəm, onu özümdən deyə bilərəm. Amma mən əsaslandırmalıyam ki, bəxə kəlməsinin mənası nədir? Bəxə kəlməsinin mənası bu kitabda və Feyruzabadinin Qamus-ı Muhit kitabında bu dediyim kimi izah olunur. Buyurun, bəxə nəfsəhu qatələhə qəmmən. Bir qəm qüssəyə o qədər özün batırır, qərq edir ki, həmən o qəm qüssə sayəsində özünü neynir? Həlak edir, öldürür. Yəni, qəm qüssədən bir nəfər ölümünün səbəbini qəm qüssə qərar versə, məsələn, bir anadır, əzizin itirib, ağlayır, qəm, kədər, hüzün, əl-ğussa, bu halları yaşayır və bu xanım dünyasının nədir? Qəm qüssə kədərdən dəyişir. Biz ona ərəb dilində deyərik, bəxəətil mər'ə. Bu qadın qəm qüssədən özün neynədir? Həyatına son qoyur. Ərəb dilində bir mənası. Digər mənası da heyvan kəsminə aiddir. Bəxəəşşatə, şat yəni heyvan, qoyun. Mənası nədir? Bu, elə bir ərəb dilində tələbələr üçün çox faydalı ola bilər, güman edirəm. Deməli, onurğanın içində olan o iliyə ərəb dilində deyərlər nuxa'a. Nun, xa, əlif və ayn, nuxa'a. Amma lüğət yazır, mən bilmirəm. İndi həqiqətdə bu var ya yoxdur, mən üçün bu heyvanın vücudunda olan sistemdən xəbərim yoxdur. Amma dil kimi deyirəm. Həqərələrin içində olana deyilir nuxa. Lüğət alimləri deyir ki, orada bir damar var, adı deməli bixaq. Həmən o damara qədər bıçaq gedib dayansa, ərəb dilində deyərlər bəxər. Məsələn, bir heyvanı biri kəsir, həmən o bıçaq gəlir, o bixaqda dayananda, ərəb deyər ona nə? Bəxəəşşatə. Bu insan heyvanı bixağa qədər artıq neyini kəsir. İndi bunun Qurana nədir? Allah Teala Quran-ı Kərimdə Peyğəmbərimizin haqqında iki yerdə bu kəlməni istifadə edir. Onun da iki mənası var. İndi necə məna çıxara bilərik burada? Aynen. Biz əsas mənanı götürəcəyik nə? Həqiqətdə bir nəfər qəm qüssədən dünyasını dəyişərsə, qəm qüssəni qətlinin səbəbi qərar verərsə, o mənanı götürəcək. Amma bıçaqla, bixaq deyilən hissiyə qədər şəxsə zərərin yetişmə mənasını götürməyəcək. Yəni, burada bir mübaliğə var. Yəni, Allah Teala Peyğəmbərimizin o şəxslər ki, onların iman gətirməsini istəyirdi Peyğəmbərimiz. Amma o şəxslər iman gətirmədilər. Bunun müqabilində Peyğəmbərimiz o qədər qəm qüssəyə qərq oldu ki, Allah Teala onu bu cürdə Quran-ı Kərimdə
vəsf elədi. Allah Teala Peyğəmbərin bu işdən çəkinmək tələb edir ki, onlar iman gətirmədiyinə görə sən özünü qəm, qüssə ilə həlak eləmə. Yəni Peyğəmbərimiz insanların bu küfr əhlinin, şirk əhlinin iman gətirməsi üçün nə qədər narahatçılıq yaşayıb, nə qədər qəm, qüssə yaşayıb ki, niyə görə bunlar iman gətirmirlər. Bu Peyğəmbərimizin haqqında narahatçılıq hissi keçirir o şəxslər üçün ki, artıq Peyğəmbər nədir? Onun hidayətin gözlənir. Bu, Peyğəmbərimizin iman gətirməyənlər üçün narahat olması, onların hidayət olmağını arzulayırdı, amma alınmadı. İman gətirmədi. Mövzunun əks tərəfi. Peyğəmbərimiz kimlərəsə nifrin, lənət oxuyubmu? Deməli, Sahih Müslimdə, çox uzatmayacağım, qısa şəkildə, deməli, Kitab-ı Məsacid və Mavadi-s-Sala, hədisin nömrəsi 627, bu çatına 228-dir. Xəndək müharibəsini hamınız bilirsiniz, orada namazın gecikməsinə küfr əhli səbəb olur. Peyğəmbərimiz orada belə bir dua edir. Ləmmə kənə yevməl-əhzab, qalə Rəsulullah. Əhzab günü Peyğəmbərimiz dedi, Mələ Allah quburəhum və buyutəhum nara. Onların evlərini və qəbirlərini Allah Teala odla doldursun. Kəmə həbəsunə və şəğəlunə anis-salatil usta. Orta namazı qılmaqda bizə maneçilik törətdiklərinə görə. Hətta qabəti şəms. Ta o vaxta qədər ki, günəş batdı. Peyğəmbər o cəm ki, bu işə səbəb olmuşdular, onların yaşadığı evlərin və onların qəbirlərinin odla dolmasını Allahdan neyir? İstəyir. Bu bir misal ki, müəyyən fərdlər yox, ümumi şəkildə. Xeyrin qarşısını alana qarşı Peyğəmbərin kəlamı. İkinci hədis. Səhifə 691-də 21 nömrəli hədisdir. Allah Rəsulü buyurur. Bismillahirrahmanirrahim. Allahümmə munziləl kitab. Allahümmə, ey mənim Allahım demək deyil. Yəni, Xudayı mən belə deyil. Allahümmə, ya Rəbb, ey Allah. Orada bir növ qrammatik dəyişikliyi var. Nida ədatının mimlə əvəz olunması. Mim orada mən mənasında deyil. Deməli, ey kitabı nazil edən, səri'əl hesab, öz bəndələrinin hesabını tez eləyən. İhzinil əhzab. Burada cəm olmuşların hamısını məğlub edən. Allahın məhzimhum və zəlzilhum. Onları məğlub elə və onların altını üstünə çəkir. Yəni, hamısının həlak olmasını Allah Rəsulü Allahdan istəyir. Sonuncu hədis, burada vacib bir məqam var. Oxumuram məzmunun o məqama işarə edib ki, vaxtımız azdır. Allah Rəsulü Kəbə evinin kənarında namaz qılır. Səcdəni uzun edir. Səcdə halında olanda küfr əhli Peyğəmbərimizi ələ salmaq qəsdi ilə biri digərinin arasında istehza edib gülüşmək üçün əmr edirlər ki, Peyğəmbərimizin kürəyinə səla tökülsün. Səla nədir? Dəvə kəsilir, onun içinin o miqdarı ki, yiyilməz, atılar, onun hamısını götürür, bu küfr əhli gətirir, tökürlər Peyğəmbərimizin mübarək kürəyinə. Onlar da gözləyir ki, Peyğəmbər namazı pozacaq, duracaq, bunlara
bir növ gülməklərdən biraz da gülünc bir səhnə qatacaq, amma onu görmür. Və mən çox təəccübləndirən bir məqam vardı. O ilk iman gətirən şəxslər Peyğəmbərin bu vəziyyətində özdə bir dəqiqə, 2 dəqiqəlik deyil, bir hədisdən bəlli olacaq. Peyğəmbərimizin kürəyindən o tullantını kim götürsə yaxşı. Ay maşallah, ağan ölənlər ona salavat. Allahümme salli ala Muhammed Muhammed. Deməli, hətta intalaqa insanın fəəxbərə Fatımətə. Bir nəfər gedir, Fatimiyə xəbər verir ki, atanın, kürəyin, küfrəhli zibillə doldurur. Və Məkkədə başqa adam yoxdur, ona müraciət olunsun. Səhih Müslüm. Fəcaət, xanım Zəhra gəldi, və hiyyə cüveyriyyə, kiçik bir quz uşağı idi. Fətarahathu, Peyğəmbərimizin belində olanların hamısını təmizləyir və müəyyən kəlmələr deyir, Allah Rəsulü xanımın bu mübarək addımından sonra sümmə qal, Peyğəmbərimiz deyir. Allahümme aleykə bi Qureyş, 3 dəfə, Allahümme aleykə bi Qureyş, Qureyşi lənətləyir. Sonra adlar çəkir. Allahümme aleykə bi Əbi Cəhəl, Əbu Cəhəl, Utbə ibn Rəbiyə, filan, 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 bir də Valid ibn Uqbə. Bir neçə vərəfə adını çəkir, bir də Vəlidin adını çəkir. Vəlid ibn Uqbə. Fəvəlləzi bə'sə Muhammədən sallallahu aleyhi və aleyhi və səlləm bil hamd olsun Peyğəmbərimizi haqq Peyğəmbər olaraq göndərən Allah. Ravi Peyğəmbərimizə and içir. Allaha and içir. Nədir? Ləqəd rəeytullezine summiyə səmma. O kəslər ki, onların adın Peyğəmbər bir-bir çəkmişdir. Filan kəs, bir də Vəlid ibn Uqbə. Sar'a yevmə bəli. Sar'a nə deməkdir? Ərəb dilində məlumat. Sar'a cəmdir. Onun təki sari'. Sad, ra, ya, ayn. Sari'. Sari' kimdir? Müharibə meydanında istər mömin olsun, istər kafir olsun. Müharibə meydanında zərbə nəticəsində yerə yıxılıb ölən və yaxud can verən halda olan əskərə, döyüşçüyə ərəb dinə şərtli meydanda olsun. Amma evinin içində, küçədə, orada, burada ona sari' deməz. Meydan şərti. Meydanda bu hala düşdüsə deyiləcək sari'. Ravi deyir ki, onların hamısını gördüm ki, öldürülüblər və Bədir quyusuna sürüyə aparıb onları neynədilər? Ölülərini atdılar. Amma bu Vəlid ibn Uqbə həmən bu kitabda, başqa bir rivayətdə 3-cü xəlifənin dövründə İraqda vali. Peyğəmbərin dövründə olan hadisədir. Öldürülüb, atılıb quyuya, sonra da başqa bir hədisdə İraqda validir, Küfədə. Deməli, bu nəyə işarədir? Qurandan başqa səhih kitab yoxdur. Bilin və agah, nə şiyyədə, nə də qeyri şiyyədə. Birinci vərəqindən, sonuncu vərəqinə qədər Quran-ı Kərimdən başqa səhih kitab yoxdur. Xətasız kitab yoxdur. Heç bir məzhəbdə, heç bir dində Quran-ı Kərimdən, yenə təkrar edir, başqa adı nə olur olsun, ikinci bir kitabımız yoxdur. Ona da dəlil bugünkü bu məsələ ki, bu şəxs Bədirdə öldürülübsə, ya bu hədis batildir, ya da ki, o İraq hədisi nədir, batildir, bir kitabın içində gələn hədisdir. Ələ kulləha, bu mülahizə idi, qaydırıq mövzumuza. Peyğəmbərimiz, deməli, fərdi də lənətliyib,
nifrin eləyib və cəmə də eləyib, nifrin eləyib. Və həmçinin də Quran-ı Kərimdə oxuduq, küfr əhlinin iman gətirmədiyi halda onlar üçün Peyğəmbər o qədər qəm, kədərə qərq oldu ki, Allah Taala öz Peyğəmbərini bu işdən vaz keçməyə bir növ dəvət edir. Bu Peyğəmbərimizin haqqında indi gəlirik Musa Aleyhisselamın haqqında olan ayət. Deməli, Taha surəsi 67-ci ayədə Rəbbimiz buyurur. Bismillahirrahmanirrahim. فَأَوْجَسَ فِي نَفْسِهِ خِيفَةً Musa. Musa Peyğəmbər daxilində, qəlbində qorxu hissi keçirdi. Qorxu hissi yaşadı. Qorxdu. Nə zaman? O zamanın deyil. Deməli, sehirkarlar öz batil işlərini görürlər və cəmaatı ələ ala bilirlər, cəmaatı çaşdıra bilirlər və Peyğəmbər bu səhnəni gördükdə nə deyir? Belə bir hal yaşayır, qorxu hissi yaşayır. İndi sual, Peyğəmbər orada özü üçün qorxdu, qorxan Fironun yanına gələr, qorxan Fironun yanına gəlməz ki. Deməli, bu qorxu həmən o cəm üçün idi ki, əgər bu sehirlə bunları təsir edə bildilərsə, mən möcüzə göstərəcəm, deyəcəklər, bu da nədir? Sehirdir. Mənim əməlimin bəhəri, səmərəsi olmayacaq. Onların hidayət olmayacaq qorxusun Peyğəmbər neynədir? Yaşadı. Özü üçün Peyğəmbər qorxmur. Allah Taala da buyurur ki, "Qulna la taxaf." Dedik ki, qorxma ey Peyğəmbər, innəkə entəl ə'la. Deməli, sənsən uca, sənsən qələbə salan, sənsən yüksəklikdə duran. Yəni, sonda qələbə sən. Bu, Peyğəmbərin narahatçılıq hissi keçirməsi. İndi mövzunun əks tərəfi. Nifrindən. Yunus surəsi 88 və 89-cu ayələri oxuyur. Bismillahirrahmanirrahim. Və qalə Musa. Musa aleyhissalam dedi. Rabbənə innəkə əteytə fir'avnə və mələəhu zinətə və əmvalə fi həyatid dünya. Bu dünya həyatında, ya Rəbb, sən Fir'ona və onun cəminə, ona yaxın olan insanlara zinət və var-dövlət vermirsən. Və onlar da bu işlərdən, var-dövlətdən istifadə edir, sənin bəndələrini yoldan neynirlər? Nə məsləhət görürsən ey Peyğəmbər? Deyir, onların var-dövlətin əlindən al və onları həlak elə ki, sənin bəndələrini yoldan çıxarmasınlar. Diqqət edin. Allah Resulü buyurur. İtmis ala amvalihim veşdud ala qulubihim. Deməli, itmis mənası odur ki, məhv elə, aradan apar. Onların var-dövlətini məhv elə, aradan apar yəni. Veşdud ala qulubihim. Və qəlblərini də sərtləşdir. Fəla yu'minu. İman gətirməsinlər. Yəni, nə bağda qəlblərin yumşaldasın? Yox, qəlblərin sərtləşdir, var-dövlətlərin əllərindən al, iman gətirməsin. Hətta yerəvəl əzəbəl-əlim, ağrıdıcı əzabı datsınlar, görsünlər. Deməli, birinci ayədə cəmçin Fir'on və onun dəstəsi üçün Peyğəmbər neynədi, qorxu hissi yaşadı ki, zəhmətimin xeyri olmayacaq, bunlar iman gətirməyəcək. Məyus olandan sonra, bax, bu Quranın incəliyi buradadır, mən bunu bugün çatdırmaq istəyirəm. Məyus olandan sonra öz vəzifəsini kamil şəkildə yerinə yetirir və tərəfin inatkarlığı, tərəfin israrı, tərəfin batildə davam etməsi və
onun hidayət olmasından Peyğəmbərin məyus olması. İndi burada bir qeyd də deyim sizə. Peyğəmbərin ixtiyarı varmı ki, Allaha məsləhət versin? Zahirdə məsləhət kimi bir şeydir. Var dövlətlərin əllərindən al, çünki onlar sənin bəndələrini yoldan çıxarırlar və s. və s. və s. Məsləhət verə bilər ya yox? Buyurun, eşidir. İxtiyar sahibi. Necə? İxtiyar sahibi. Zəhəbdə aridən. Yox, məsləhət verə bilməz. Heç bir varlıq Peyğəmbərdən tutmuş yuxarıdan ta ərzəlil məxluqata qədər Allaha heç kim məsləhət verə bilməz. Hikmətinə görə. Və heç ixtiyarı da yoxdur məsləhət versin. Hikməti Nuh Peyğəmbərin mövzusunu indi açıram, orada bəlli olacaq. Ki, heç bir Peyğəmbər belə bir məsləhətə bənzər sözü Allaha özündən nədir? Deməz. İxtiyarı da yoxdur. Nə zaman deyər, o zamanını saxlayaq Nuh Əleyhisselamın zamanı. Deməli, iki Peyğəmbərin iki mövqeydə olduğu bizə bəlli oldu. Və Allah Teala burada bir fikri məsələ də nəzərimizə çatdırır. Deməli, 89-cu ayədə Allah Teala buyurur ki, قَالَ قَدْ اُجِيبَتْ دَعْوَتُكُمَا Firavunun yanına neçə Peyğəmbər getmişdir? İki Peyğəmbər. Musa Aleyhisselam və Harun Aleyhisselam. Bu ayəni oxuyanda 88-i elə başa düşürük ki, fəqət Musa Aleyhisselam dedi ki, onların var dövlətin əlindən al, filan elə, filan elə. Amma 89-cu ayədə Allah Teala 88-i də təfsir edir. Deyir ki, siz ikinizin duası artıq müstəcab olur. Onlar nədir? Var dövlətlər əllərindən alınacaq və onların həyatına son qoyulacaq və ağrıdıcı əzabı da dadacaqlar. Deməli, dua eləyəndə cəm halında dua eləmək nədir? Qəbul olma şərtlərindən biridir. Tək də olsun dua eləyə bilərsən. Amma qəbul olub olmamağı təhtə sual. Amma cəm halda olanda Allah Teala ona bir növ önəm çox verir. Deməli, gəlir indi Nuh Əleyhisselamın zamanına. Salavat zikr edeyim Muhammed Peyğəmbərin öz adına olan surə 26, 27, 28-ci ayət. Bismillahirrahmanirrahim. Qalə Nuh. Nuh Əleyhisselam dedi. Rabbi la təzər aləl ardı minəl kəfirinə dəyyar. Burada iki kəlməyə qısa izah edəcək. Təzər mənə tətür. Qoyma yaşasın, qoyma qalsın. Aləl ardı yer üzərində minəl kafirinə dəyyar. Dəyyarın mənası adətən təfsirlərdə ola bilsin, bəzi tələbələr onu çıxara bilməsin. Dəyyarın mənası əhədun, yənzilu darən, bir evə bir nəfər qonaq kimi və yaxud evin sahibi kimi daxil olarsa, ona deyərinə dəyyar. Deməli, Peyğəmbər, Nuh Peyğəmbərin nifrini belədir. Ya Rəbb, yer üzərində, demir ha, filan yerdə, ələl ard, yer üzərində nə qədər kafir varsa, istisna eləmir, nə qədər kafir varsa, onları sağ buraxma, hamısını öldür. İndi Nuh Əleyhisselam da məsləhət verir Allah'a. Niyə öldürüm? İnnəkə intəzərhum, əgər sən onları salamat qoysun, onları tərk eləsən, öldürməsən, yudillu ibadət, sənin bəndələrini zəlalətə alacaqlar. Allah bilmir.
وَلَا يَلِدُ إِلَّا فَاجِرًا كَفَّارًا. Həmən bu şəxslər ki, mən onların ölümünü arzulayıram, həyatlarına son qoyulmasını istəyirəm, bu küfr əhlinin. Çünki onlar biri digərindən doğub törəyəndə yalnız facir, kafir dünyaya getirərlər. Facirin günahkar mənası da var, digər mənaları da var ki, münasib deyil. Yəni, bunlardan xeyr, sənə yaxınlaşacaq bir uşaq dünyaya gəlməyəcək. Hamısın bunların neynəyinə məhv elə aradan apar günə Rəbbi xfirli və li valideyyə, mənə və atam anama rəhm elə, bağışla və li mən dəxələ beyti müminən, və mənim evimə iman gətirərək girənləri bağışla lil mümininə vəl müminat və la təzidil zaliminə illə təbara. Təbara yəni həlak, həlakən. Zülm əhlini neynə? Həlak elə. Deməli, küfr əhlini həlak elə, zülm əhlini həlak elə. Yenə Musa əleyhissalamın haqqında oxuduğumuz ayələr eyni ilə burada nədir? Peyğəmbər Allaha neynir? Bir istək istəyir və istəyin də illətini izah edir. O illət də belə zahirdə baxanda Peyğəmbərin şəhəninə nədir? Heç yaraşmır. Peyğəmbər Allaha məsləhət verə bilər ya? Yəni, xeyr, olmaz. Heç kimin ixtiyarı yox. Bəs mən bunu necə izah edeyim? Bunun açıqlaması nədir? Bir ayə. Həmən Musa əleyhissalamın məsələsi. Nuh əleyhissalamın məsələsin bu ayə ilə izah edir. Bismillahirrahmanirrahim. Hud surəsi 36-cı ayə. Və uhiyə ilə Nuhin. Nuh Peyğəmbərə Allah tərəfindən gəldi vəhiy. Ənəhu vəhyin məzmunu budur. Lən yu'minə min qavmikə illə mən qəd amən. Sənin qövmündən o iman gətirmiş saydan artıq bir nəfər olsun belə heç vaxt iman gətirməyəcək. Yəni Allah Taala Peyğəmbərə nə verir? Bilgi. Peyğəmbərinə xəbər verir, təlim edir, ilahi elmdir. Amma Peyğəmbərin gümanı olsaydı, diqqət edin, bütün oxuduqlarımızın hamısının deyək ki, onurğa sütunu bu ayə. Bunu təhvil almasın, deməli o danışdıqların hamısı zəhəbə ədracə riya. Diqqət edin. Peyğəmbərə Allah Taala qabaqcadan xəbər verir. Peyğəmbər o vaxta qədər ki, bilmir ki, bunlar hidayət olacaq ya olmayacaq. Həmən o halda olanda Peyğəmbər nə edir? Təəssüf, qəm, qüssə, kədər, onların hidayət olmasının hələ ki, ümidində var. Təəssüflənir, kədərlənir, qüssələnir, narahat olur ki, bunlar haçaq iman gətirəcək, niyə bunlar iman gətirir? Amma bilgi gələndən sonra nə olur? Məhv elə bunların hamısı. Bunlardan iman əhli olmaz. Deməli, təfsir oxuyanda, tərcümeyi Quran oxuyanda bir ayə o tərəfdədir, bir ayə bu tərəfdədir. O tərcümeyi bir şey çıxarda bilməzsən. Gərək belə cəm eləməkdə də arada vacib məqamlar vardır ki, Peyğəmbərlər Allaha məsləhət verməyib, Peyğəmbərlər özlərindən, öz başına da alınmadı da, ilahi bunları məhv elə. Belə şey eləməyib, Allah xəbər verir ki, artıq bunlar haranın əhlidir? Cəhənnəm əhlinə Allah da lənət oxuyur, Allah da onların əzabını istəyir və Allahın istəyi kimin istəyidir? Peyğəmbər imamın istəyidir. Buracan aydın oldu? Tamam. Deməli, bir misal da elə bir Yasin surəsindən vurun, daha aydın olsun. Deməli, Yasin surəsini çox eşitmişsiniz. Həmən o surədə 20, 21 və
26-27-ci ayələri qısaca calaşdıraq, vaxtı çoxalır. Deməli, Bismillahirrahmanirrahim. Və cəə min aqsal mədinəti rəculun yəs'ə. Qalə ya qovmi təbi'ul mursəlin. Deməli, şəhərin ən ucqar hissəsindən, ən uzaq bir məntəqəsindən bir nəfər gəlir, bir kişi gəlir və öz qövmünə deyir ki, təbi'ul mursəlin. Bu göndərilmiş elçilərin arxasıca gedir. İttəbi'u mən la yəsəlukum əcran və hum muhtədun və onların sifədir. Deməli, 25-26 26-27 daha doğrusu. Qilə dxulil cənnə. Bu şəxsi neynirlər? Öldürürlər. Və öləndən sonra Allah Teala bu şəxsə deyir ki, daxil ol günən hara? Cənnətə. O cənnətə daxil olduqdan sonra, ilahi neymətləri gördükdən sonra nə deyir? Ya leytə qovmi yələm. Kaş mənim qövmüm, mən bildiyimi biləydilər. Mən gördüyümü görəydilər. Mən yaşadığımı yaşaydım. Neyin təəssüf hissin keçirir? Həmən bu ruzinin, neymətin, gözəlliyin ki, mən bu gözəlliyi yaşayıram, amma mənim qövmüm bu gözəlliydən nə olacaq? Məhrum olacaq. Kaş onlar neynəydi? Bu ləzzəti duya biləydilər. Digər mükafatlar da var. Bimə qəfərəli Rabbi və cəələni minəl mukramin. Allah Teala mənim günahlarımı bağışladı və məni öz yanında seçilib sayılan əziz varlıqlardan qərar verir. Deməli, Allah övliyalarının bir nəticədir. O vaxta qədər ki, qeybdən ona, qeybi yollarla xəbər yetişməsə ki, bu iman heç vaxt gətirməyəcək, neynir? Davam edir. Peyğəmbərimizin haqqında digər İstər onlar üçün tövbə dilə, istər neynəmə? Tövbə diləmə. Allah Teala onları neynəməyəcək? Bağışlamayacaq. Peyğəmbər bu qadağadan sonra bilgi gəldi də, nədir? Öyle. O vaxta qədər ki, bilgi yoxdur, ümid var, narahatçılıq hissi keçirdəcək. Amma bilgi əldə olunandan sonra artıq Allah deyir bu cəhənnəm əhlidir, nə Peyğəmbər, nə qeyri-Peyğəmbər. Onu cənnət əhli olaraq ümidi ilə yaşaması Allahın hökmünə zid çıxmaqdır ki, bunu heç bir Peyğəmbər eləməz və eləmir. Bu bizim Quran müqəddiməmiz. Halınız var, davam edeyim ya, burada dayanaq. Allahümme salli ala Muhammed və ali Muhammed. Deməli, oxuyun bir neçə sətirdir və onun müzakirəsi. Seyyidə Zeynəb salamullahi aleyha, Allah'a and verir İzzət Cəlalına xatir öz hövlü qüvvəsi ilə xanımın mədanını və digər əhl-i məqamlarını düşmən zülmündən azad eləsin. Xanım Zeynəb yaxınlaşır qardaşı İmam Hüseyin Əleyhisselam və onu ağlayan halda görür. İmam Hüseyin Əleyhisselam ağlayır. Və xanım buyurur, Fidəkə əbi və atam, anam sənə vurur. Ya Əba Abdullah, ey Hüseyin, əvə təbki və əntə bimisli hədəl hal. Sən belə bir halda ağlayırsan, yəni xanım Zeynəb, İmam Hüseyin Əleyhisselamın ağlamasından neynir? Təəccüb. Fəqalə ləhə aleyhisselam. İmam Hüseyin Aleyhisselam bacısı Zeynəb-ül Kubra Ummul Masaibə deyir.
Ya uxayyir, ey mənim bacım, ey bacım, əbki alə haula, mən özüm üçün ağlamıyorum. O qoşun ki, bax görürsən, cəm olub, mənlə mübarizəyə qalxır və mənim qətlimə səy göstərirlər, onlar üçün mən neyim, onların halına neynirəm, ağlayıram. Niyə ağlayırsan? İmam səbəbini də gəlir. Alə haula əlləzinə səyədxulunən nara bisəbəb. Mənə görə bu cəm nə olacaq? Cəhənnəmə daxil olacaq. Ona görə mən ağlayıram. Və illah başqa bir hədəfim yoxdur bağlı. İndi sual. İmam Hüseyin əleyhissalam Kərbəla meydanında qoşuna baxıb, o imansız qoşuna baxıb, onların imama görə cəhənnəmə daxil olacaqlarına görə ağlayıb yalnız. Sual. Bunu alimlər də danışar minbərdə, yazıcılar da kitablarda yazar həmən bu məlumatı. Amma çox təəssüf olsun ki, belə məqamlara heç diqqət olmur. Mən bir elm tələbəsi olaraq, tələbə olaraq və öyrənməyə də davam edirəm. Araşdırmışam. Həmən bu sizə nəql elədiyim Xanım Zeynəb Salamullah aleyhə ilə İmam Hüseyin əleyhissalamın arasında olan bu söhbət bizim heç bir kitabda yoxdur. Heç zəif sənədlə də yoxdur ya. Belə bir şey bizdə kitablarımızda yoxdur. Biharlən var 110 cilddir. 110 cildin heç bir səhifəsində bu yoxdur. Heç bir kitabda, nə tarix kitabı, nə təfsir kitabı, nə hədis kitabı yoxdur ki, xanım Zeynəb İmam Hüseynə desin ki, qardaş, niyə ağlayırsan? O da deyir ki, onlar mənə görə cəhənnəmə daxil olacaq, onlara görə ağlayır. Belə bir şey nədir? Yazıda yoxdur. Bu, elmi baxımdan onun sənəd hissəsinə yanaşmır. Amma mətninin bir problemi, bir deyək ki, iradı, qüsuru varmı? Ki, imam deyir, mənə görə onlar nədir? Cəhənnəmə daxil olacaqlar. Burada nə eyb var ki? Burada nə qüsur var ki? Məlumat kim verir? Heç bir kitabda belə bir kəlmə yoxdur. Bizim bütün mənbələrimizi araşdırın və yaxud elm əhlinə müraciət edin ki, belə bir şey. Daha dünənləri yazılan kitablar yox, ha? Çünki o dünən yazan araşdırmadan yazır. O dünən yazandan soruşsun ki, ağay felani, sən bu hədisi hardan götürmüsən? Yanıca belə baxacaq gözünüzün. Yoxdur. Amma yenə mövzunu izah edəcəm və öz əldə elədiyim nəticəni də dəlillə sizə təqdim edəcəm. Qısası. İmam Hüseyin əleyhissalamın həmən bu cəmə nifrini var. Və ya o Quran ayələrini oxumaqda məqsədim var. Onlar müqəddimə idi bu mövzu üçün. İmam Hüseyin əleyhissalamın xüsusi nifrini var. Biharlən var da, deməli, Xamis və Ərbəin 45-ci cilddə səhifə 36. Sümmə qalə, İmam Hüseyin əleyhissalam dedir, Allahümmə əhsihim ədədən vəqtulhum bədədən və yaxud bidədən. İndi fərqin deyəcək. Və la tuqadir minhum əhədən və la təğfir ləhum əbədən. Axırdan gələr, asanlardan. Və la təğfir ləhum əbədən. Onlar üçün əbədi olaraq onları bağışlar. Əbədi bağışlanmamaq arzusu eləyən, kimin sahalına oturub ağlayan? Bu bir. İkinci. وَلَا تُغَادِرْ مِنْهُمْ أَحَدٍ.
onların heç birini cəzasız tərk eləmir. Üçüncü, وَقْتُلْهُمْ بَدَدًا və yaxud bidədən. Hədisdə fəthə kəsrə olmayıb zamanında. O fəthə kəsrələr sonradan gəlir. İndi bu hədisi biharla var da bir elm əhli oxuyanda ya onu bədədə oxuyacaq ya da bidəd. Adətən o fəthə ilə yazarlar, amma kəsrə ehtimalı da var. Fəthə ilə olsa nə olar, kəsrə ilə olsa nə olur? Bədədə mənası odur ki, bir, məsələn, toplumdur, cəm olub bir yerə, o cəmi dağıtmağa ərəb dilində deyirlər, təbdiddir. Təbdid, toplanmış bir şeyi parçalayıb, hissələrə ayırmaq, kənara səpələməyə deyərlər nə? Təbdid. İmamın duasına indi tərcümə edir. Uqtulhum bədədən. Onları qətlə yetir, necə? Bədədən. Yəni, cəmlərin dağıt və dağıtdıqdan sonra onları neynə? Məhv edir. Yəni, Süfyaninin ordusu kimi yox. Süfyaninin ordusu cəm halından olacaq, məhv olacaq. Amma imam ona əziyyət edən imansız tərəfçin nədir? Onların cəmin dağır və onları gətirir. Fəthə ilə oxusun. Əgər kəsrə ilə oxusun, mənası dəyişəcək. Biddə kəlməsinin cəmi olur. Biddənin mənası pay, hissə deməkdir. Məsələn, bölgə aparılır, sizin payınız budur. Ərəb dilində deyirəm, hadihi biddətükə. Bu sənin payındır, bu sənin hissən. Deməli, mənası belə olacaq ki, onların hər birinin ölüm payını neynə? Ver olur. Yəni, ölümsüz onları şiddətli ölümsüz buraxır. Ahsihim ədədən, ahsi kəlməsi də ərəb dilində bir mənası, əgər axırında vavla olsa, hasavə olacaq mənası mənə. Yəni, qarşısını almaq, mane olur. Ahsihim ədədən, yəni onların ədədlərinin qarşısını neynə? Al, mane olur. Yəni, artmaqlarına neynə yinə? Maniyə olacaq, sayıları artmasın. Əgər kəlmənin, feilin sonun yana götürsün, məna dəyişəcək. Olacaq mənası çay daşını atmaq. Necə əbabil quşları daş atdılar, Allah Teala da İmam Hüseyin Aleyhisselam'da o qoşuncun daşa, daş yağışına düçar olmalarını neyniyir? Arzu. İndi geniş izahlar da verə bilərəm və bir qısa məlumat da verim ki, Xubeyb ibn Adi adında Peyğəmbərimizin, Allah ona rəhmət eləsin, səhabəsi olub. Həmən bu səhabəni küfr əhli tutur, müəyyən əziyyətlər eləyirlər, hadisələr var orada. Öldürmək məqsədləri olmur. O zaman öldürürlər ki, bunun dəyəri olmasın, yəni satılmaq qabiliyyətini itirsin. Onda öldürülür. Amma tutulan şəxslər satılması mümkündürsə, onları satırmışlar. Bunun özünə təklif edirlər. Sən istəyirsənmi ki, Peyğəmbər, yəni sənin Peyğəmbərin sənin əvəzinə pul göndərsin, səni azad eləsin? Nə cavab versə yaxşıdır? Deyir ki, Peyğəmbərin əyğına batan tikanı sizə, mənim əvəzimə fəda verməyə razıdır. O tikan nədir? Heçlə, batır, çıxartıb batırsın. Deyir, Peyğəmbər əyğına batır. Onu götürün bunu, buna azad edin, ona razı deyil. Və bunu, bu mömini, bu səhabəni dəhşətli şəkildə qətl edir. Allah rəhmət edəsin. Deməli, bu cürlə dua edən şəxs oturub onların halına nədir? Ağlaması mümkün deyil. Bir halda mümkündür. Quran müqəddiməsini unutmuyor.
Deməli, o vaxta qədər ki, hidayət olmaq ehtimalları vardır, qəm-qüssəyə də düçar ola bilər, ağlaya da bilər, hətta qəm-qüssədən həlak olmaq həddinə qədər narahat ola bilər. Quran dedi, bunu edəmədi. Dedi. Peşmançılıq, narahatçılıq, ya leytə qovmi ya'ləmun, təəssüf hissi keçirlər. Nə zaman? O zaman ki, ümid var ki, bunlar hidayət ola bilər. Amma o yerdəki hidayətləri mümkün deyil, həmən bu dua nədir? Öz qüvvəsində qalır. Vaxtımız yoxdur, digər hissəni saxlayıram sabaha, sizləri tapşırıram Allaha. İnşallah bu vaxtınızı aldığına görə mənə üzürlü sayarsınız. Allah'ın verir İzzət Cəlalına xatir burada oturmuş cəmi Allah Teala hifz eləsin. Və zamanə imamını bizlərdən razı salsın. Və İmam Hüseyin Əleyhisselamın Kərbəla mərasimində, Aşura mərasimində, Məhərrəm günlərində nə qədər ki zəhmətlər çəkilib və çəkiləcək, sahiblərinə bol-bol mükafat Allah Teala özü bəxş eləsin. Salavat bərəkəti